Herkese salam. Bugünkü mövzumuz qazların sıxlığı, nisbi sıxlıq, qaz qarışıqlarına aid hesablamalar olacaq. Testləri keçmədən öncə əvvəlcə sürət qrupları haqqında məlumat verim. Sürət qrupları 11-ci siniflər üçün nəzərdə tutulub və 17 mart tarixindən başlayaraq Zoom proqramı üzərindən keçiriləcək. Həftədə 4 dəfə 2 saat olmaqla dərslər nəzərdə tutulub və dərslər zamanı topludan seçilmiş testlər, qəbul sualları, müxtəlif kursların və eyni zamanda OTK-nın sınaqları işləniləcək, səhvlər müzakirə olunacaq və eyni zamanda sürətli şəkildə dərslər, mövzular izah edilib, testləri işlənəcək. Qeydiyyat üçün də göstərilmiş nömrələrlə əlaqə saxlaya bilərsiniz. İndi başlayaq birinci sualdan. Deməli, birinci sual. Hansı qaz hidrogendən 14 dəfə ağırdır? Bir qazın digər qaza görə sıxlığını əgər istəyirsə və yaxud da bir qaz digərindən neçə dəfə ağırdır deyirsə, demək bu nisbi sıxlıq anlayışıdır. D bərabərdir. Mr, məsələn, X qazı bölünsün Mr, Y qazı şəklində yazılır. Və hansı qaz, yəni tutaq ki, Mr X-in nəyə nisbəti? Hidrogenə nisbəti, yəni Mr H2-yə nisbətini istəyir və deyir ki, bu cavab 14-ə bərabər olsun. Yəni biz x-i bölməliyik 2-yə, almalıyıq 14. Yəni bizdən Mr-i 28 olan qazı istəyir. Mr-i 28 olan qazı da tapırıq ki, Y bəndidir, CO. Davam edirik. İkinci sual. Burada isə oksigendən 16 dəfə yüngüldür. Oksigenin öz Mr-ini əvvəlcə hesablayırıq ki, oksigenin Mr-i 32-yə bərabərdir və X qazına böldüyümüz zaman biz cavabı 16 tapmalıyıq. Deməli, X qazımız Mr-i 2 olan birləşmədir, yəni hidrogendir. Daha sonra 3. Hidrogenə görə nisbi sıxlığı 14 olan qazın nisbi molekul kütləsi birinci sualdan demək olar ki, eynidir. Orada biz 28-ə uyğun olan cavabı tapmışdıq. Burada isə konkret şəkildə cavabın 28 olduğunu görə bilirik. Daha sonra 0,5 mol CO2 və 11,2 litr SO2-dən ibarət qarışıqda neçə oksigen atomu var? Bunu tapmağın bir neçə yolu var, amma ən asan yol o yoldur ki, biz əvvəlcə verilən vahidləri həmişə çalışaq ki, mola çevirək. Mola çevirdikdən sonra isə NA-ya vıraq. Bu zaman biz daha dolğun cavab əldə edərik. Məsələn, N bərabərdir N vurulsun NA düsturundan istifadə edəcəyik. Çünki N bərabərdir N bölünsün NA-dır. Bu şəkildə yazsaq, çox asanlıqla tapa bilərik. Deməli, 0,5 mol CO2-dən neçə mol oksigen atomu var? 0,5-i CO2-dəki oksigen atomlarının sayına vururam. Yəni 2-yə. Eləyəcək 1. Daha sonra 11,2 litr SO2 veribdir. 11,2 litr SO2-nin neçə mol olduğunu bilmirik. Amma biz bilirik ki, 23,4 litr SO2-də 2 ədəd oksigen atomu var. O zaman buradan X bərabərdir 1. Deməli, bizim SO2-mizdə də 1 ədəd, daha doğrusu 1 mol oksigen atomumuz var. Deməli, bunda da 1 mol, bunda da 1 mol, ikisini toplayanda elədi 2 mol. İndi biz N-nin qiymətini tapdıq, götürək. N bərabərdir, N vurulsun NA düsturunda yerinə qoyaq. Bu düsturda yerinə qoyduğumuz zaman biz doğru cavabı tapmış olacağıq. Yəni, tapacağıq ki, N bərabərdir 2 vurulsun 6 tam %2 vurulsun 10 üstü 23, o da edəcək 1 tam 204 vurulsun 10 üstü 24. Daha sonra gəldik 5-ə. Normal şəraitdə X2H4 qazının sıxlığı 1 tam %25 qram bölünsün litrə bərabərdir. Biz Mr-in düsturunu bilirik. Mr bərabərdir sıxlıq vurulsun molyar həcm. Yəni, molyar həcmin də qiyməti 23,4-dür. Deməli, biz 1 tam %25-i 23,4-ə vuracaq, o da 28 edəcək. Ümumiyyətlə, bizim qarşımıza topluda sıxlığı 1 tam %25-ə bərabər olan qaz verəcək, bir də 2,5-ə. Deməli, əgər sıxlığı 1 tam %25 rho veribsə, yadımızda saxlayaq ki, bunun Mr-i 28-dir. Əgər ki, 2,5 veribsə, o zaman 56-dır. Çünki ən çox bu iki rəqəm bizim qarşımıza çıxacaq. Yəni, öyrənsək daha yaxşı olar, nəinki hər dəfə hesablamaq. Normal şəraitdə X2H4 qazının sıxlığını veribdir. Artıq biz Mr-ni tapdıq ki, X2
H4 bərabərdir 28. X elementinin nisbi atom kütləsini necə tapaq? 2x üstəgəlsin 4 bərabərdir 28. Hidrogenin ayeri 1-dir. Və buradan da 2x bərabər 24, x də bərabərdir 12. Cavabımız Y. Daha sonra 3,36 litr helyum və 4,48 litr neondan ibarət qaz qarışığının kütləsi neçə qramdır? Deməli, biz burada tənasübdən istifadə edəcəyik və yaxud da ki, nün düsturlarını elə birbaşa qoya bilərik. Nü bərabərdir. Bilirik ki, M bölünsün MR, o da bərabərdir. Həcm bölünsün molyar həcm, o da bərabərdir. Molekul sayı bölünsün Avogadro ədədi. Və biz burada nəyi görürük? Biz burada həcmi görürük və bizdən nəyi soruşur? Kütləni soruşur. Onda deməli, biz kütlə ilə həcmin düsturlarını nə etməliyik? Bərabərləşdirməliyik. Bərabərləşdirək, gətirək, düsturu tətbiq edək. Demək, nə olacaq cavabımız? M bölünsün MR. M-i biz bilmirik, yazırıq M. Bölünsün, MR-imiz birinci helyum üçün tapaq. 4 bərabərdir. Bizə veribdir helyumun deməli, həcmini 3,36 və molyar həcmin də qiymətini bilirik 23,4. Ümumiyyətlə, bunlar 1,12 ixtisar gedir. 3 burada, burada da qalacaq 20. Daha sonra ixtisarlarımızı aparaq. Aha, başqa ixtisar gedən var. Deməli, burada ixtisar gedəcək 5. 5m bərabərdir 3, m bərabərdir 0,6. Aha, bir cavabı tapdıq. İndi keçək neonu hesablamağa. Neonda da həmçinin eyni qaydanı tətbiq edəcəyik. M-in altına yazırıq neonun ayerini. Bərabərdir 4,48 bölünsün 22,4. İxtisar apardığımız zaman burada 5 qalacaq. 5 ilə də 20-ni ixtisar apara bilərik. O zaman m bərabər olacaq 4-ə. Bir cavabımızı 0,6, digərini isə 4 tapdıq. Cəmini istədiyinə görə 4,6 bizim doğru cavabımız olacaq. Daha sonra CO2-dən və 0,75 mol azotdan ibarət qaz qarışığının kütləsini 25 qram verib. Nə etməliyik? Deməli, biz CO2-nin molunu bilmirik. Ona görə onu X kimi işarə edirik. Bizim X mol CO2-miz var. Və bizim nəyimiz var? 0,75 molda N2-miz var. Götürək bunların hər biri üçün onları vuraq MR-ə. 44x üstə gəlinsin 0,75 vurulsun 28 bərabərdir 25. Burada 44x-i ümumiyyətlə yazmaya da bilərdik. Çünki bizə burada MR-ni verməyib. Sadəcə olaraq elə onun qramını soruşur, molunu soruşmur. Sadəcə olaraq 44x yerinə məsələn M də yaza bilərəm. Məsələn, M üstə gəlinsin 0,175-i 28-ə vuranda alınır 21. Bərabərdir 25-ə. Buradan da karbon qazının kütləsi olacaq 4. Daha sonra gəldik 8-ə. Demək, 10 metr kub metan 2 metr kubdan neçə dəfə ağırdır. Yenə də yazırıq ki, D düsturu ilə yazırıq. Amma burada həcm olduğuna görə həcmi də nəzərə alırıq. M1V1 bölünsün M2V2 gətirib yerinə qoyaq. Metanın həcmini verib 10, M1-ni verib 16. Daha sonra hidrogenin həcmi 2, M1-i 2. İxtisarlarımızı aparaq, burada qalsın 4, cavab da olsun 40. 9. Normal şəraitdə 5,6 litrinin kütləsi 11,2 olan qazın hidrogenə görə nisbi sıxlığını hesablayın. Aha. Əgər ki, bizə 5,6 litrinin kütləsini veribsə, biz onun MR-ni tapmaqdan ötürü gərək onun 22,4 litrini tapaq. Çünki bilirik ki, İstənilən qazın 1 molu normal şəraitdə 22,4 litr həcm tutur. Yəni 22,4 litrinə uyğun olan kütləni tapmaqla biz MR-i tapmış oluruq. 5,6 litrə 11,5 qram uyğundursa, 22,4 litrə də X uyğundur. Və yenə də burada da ixtisarlarımızı aparırıq və 4-ü 11,5-ə vurduğumuz zaman cavabı alacağıq ki, 46. 46-nı aldıq. İndi isə deyir ki, bu qazın hidrogenə görə sıxlığını 46-nı, yəni hidrogen qazının MR-nə bölürük. Yəni cavabımız 23. Sonra gəldik növbəti sualımıza 10.
Yenə də bizdən molekul sayını istəyir. Ümumiyyətlə bizdən molekul sayını istənilən suallarda ən qısa variant götürüb həmin maddənin ümumiyyətlə tərkibindəki nə istəyirsə onun molunu tapmaq, daha sonra ən axırda NA-ya vurmaqdır. Onda gəlin baxaq. 0,5 mol azot, 2240 milli oksigen və 3,65 qram hidrogen xloriddən ibarət qaz qarışığında neçə molekul var? 0,5 mol azotu saxlayırıq. Daha sonra 2240 milli oksigen. Biz normalda litrlə işləyirik, amma bizə burada nə veribdir? Millilitr verilibdir. Onda 2240 millilitri çevirək litrə. Deməli 1 litrimiz 1000 millilitr olduğuna görə 3 dənə 0 bu tərəfə atırıq. Yəni olur 2,24 litr. 2,24 litrimiz bizə deməli hansı rəqəmi verir? 0,1 mol verir. Üstə gəlinsin 0,1 mol. Daha sonra 3,65 qram hidrogen xlorid. 36,5 qram hidrogen xlorid 1 moldur. 3,65 isə x-dir. Yəni bu da edəcək yenə 0,1 mol. Və bunları cəmlədiyimiz zaman alacağıq ki, bizim cəmi 0,25 mol maddəmiz var. Və 0,25 isə artıq 6,2 vurulsun 10 üstü 23-ə vura bilərik. 0,25-i vurmaq da elə 4-ə bölmək deməkdir. Yəni cavabımız Y bəndi olacaq. Gəldik 11-ə. Normal şəraitdə sıxlığı metan qazının sıxlığından 4 dəfə çox olan qaz. Metanın sıxlığı, daha doğrusu emeri 16-dır. 16-dan deyir ki, 4 dəfə çox olsun. Yəni olsun 64. Bu qazın 0,2 molunun kütləsi nəyə bərabərdir? Yəni 0,2-yə vurmaq deməkdir. 12,8. Sonra normal şəraitdə götürülmüş 8 qram hidrogen və 56 qram azot qazlarının həcmlərini müqayisə edin. Deməli, bizim hidrogenimiz normalda 2 qramdır. Yəni 2 qramımıza 22,4 litr uyğun gəlir. Bəs biz 8 qram götürsək nə qədər olacaq? Alacaq buradan 89,6. Və gəldik azota. Azotumuz normalda 28-dir. 28 əgər 22,4-dürsə, 56-mızda olsun Y. Y-i də aldıq buradan neçə? 44,8. Və bunları bizdən müqayisə etməyimizi istəyir. Onda deməli hidrogen bərabərdir 2 həcm azota. Gəldik 13-ə. Maddənin tərkibində karbon, hidrogen və oksigen atomlarının say nisbəti 1, 3, 1 kimidir. Deməli, əgər 1, 3, 1 kimidirsə, biz görək burada hansı uyğun gəlmirsə, o variantları çıxaq. Məsələn, C3H7 uyğun gəlmir bu nisbətə və yaxud da ki, C2H6O da həmçinin uyğun gəlmir. Bu iki variantı çıxdıq. Sonra, bu maddənin buxarlarının hidrogenə görə nisbi sıxlığı 31-dir. Hidrogenə görə nisbi sıxlığı 31-dirsə, həmin maddənin emeri deməli 62-yə bərabərdir. İndi bizim qaldı 3 cavabımız. Emeri 62 olan bu cavablardan hər hansısa biri bizim doğru cavabımızdır. Burada da cavab olacaq C. Baxaq. 3 vurulsun 12, üstə gəlinsin 9, üstə gəlinsin 3 vurulsun 16. Daha doğrusu yox. Burada cavabımız C deyil. Burada cavabı tapaq onda. Burada cavabımız B bəndi olacaq. B bəndini hesabladığımız zaman görəcəyik ki, 2 vurulsun 12, üstə gəlinsin 6, üstə gəlinsin 2 vurulsun 16. Cavab 62 edəcək. Cavabımız B. Gəldik 14. Maddənin tərkibində karbon və hidrogen atomlarının say nisbəti 1-in 2,5-ədir. Biz də bilirik ki, 1, 2, 5 əslində bizim indekslərimizdə yazıla bilməz. Onu tam ədədə gətirmək üçün 2-nin 5-ə formada yazmalıyıq. Və daha sonra bu maddənin havaya görə nisbi sıxlığı 2-dir. Havanın sıxlığını verib 29. Deməli, bu maddəmizin emeri 58-ə bərabər olmalıdır. Və burada da 2-nin 5-ə nisbətini ancaq A variantında görürük. Deməli, 4 vurulsun 12, üstə gəlinsin 10. Edəcək 58. Doğru cavab A. Sonra 15.
0,25 mol CO2, 0,25 mol azotdan ibarət qaz qarışığında molekul sayını hesablamamızı istəyir. Ümumiyyətlə, molekul sayı bizə verilibdir burada molla və burada da həmçinin. Onda biz ümumi maddəmizi tapaq ki, 0,5 mol və vuraq onu Na-ya. Yəni, onda cavabımız 3,1 vurulsun, 10 üstü 23 olacaq. Sonra gəldik 16-ya. Hansı qazların normal şəraitdə sıxlığı eynidir? Sıxlığı deyəndə, yəni Mr bərabərdir rho vurulsun, malyar həcm və buradan da rho bərabərdir Mr bölünsün malyar həcm deməkdir və biz də malyar həcmin sabit olduğunu bilirik. Yəni, istənilən halda 23,4-ə bərabərdir 1 mol qaz üçün normal şəraitdə. Ona görə də sıxlıq malyar həcm sabit olduğu üçün Mr-dən asılıdır. Və ona görə də biz nə axtarmalıyıq? Mr-ləri eyni olan 2 maddə axtarmalıyıq. CO2-nin Mr-i olacaq 44, CH2 26, CH8 44, CH6 isə 30-dur. Burada cavabımız 1 və 3 D bəndi. 17 də bunun eynisidir. Burada da deməli, baxaq cavabımız nə olacaq? NO-da 14 üstəgəl 16, 30, CH6-da da 30, 1 və 3 doğru variantdır. Sonra hansı qaz havadan ağırdır? Havanın M ortası 29-a bərabərdir və biz də elə bir qaz axtarmalıyıq ki, onun Mr-i 29-dan daha böyük olsun. Məsələn, SO2-nin Mr-i 64 olacaq. Yəni, doğru cavabımız SO2 olacaq. Hansı qaz havadan yüngüldür? Yəni, 29-dan daha kiçik olanı axtarmalıyıq. Məsələn, CH2 26-dır. Demək, biz onu götürə bilərik. Gəldik 20-yə. 0,5 molunun kütləsi 3,2 qram olan qazın 0,5 molumuz əgər ki 3,2 qramdırsa, bəs onda 1 molumuz nə qədərdir? Mr-ə bərabərdir 1 molumuz və buradan da doğru cavabı tapsaq, taparıq ki, Mr-imiz 64-dür. 64-ün indi nə deyir? Qazın hidrogenə görə sıxlığı 64-ü hidrogenə böləcək, yəni 2-yə, cavab olacaq 32. Sonra 0,2 molunun kütləsi 11,6 qram olan qaz. 0,2 molu əgər ki 11,6-dırsa, 1 moluna da Mr-ilə işarə edirik və buradan da cavabı tapırıq ki, cavabımız 58-dir. 58-in havaya görə nisbi sıxlığı, yəni 29-a görə nisbi sıxlığı 2-yə bərabər olacaq. Sonra hidrogenə görə sıxlığı 14 olan qaz. Yəni hidrogenə görə sıxlığı 14-dürsə, demək özünün Mr-i 28-dir. Bu qazın 0,5 molunun kütləsi, yəni həmin qazın Mr-ni 0,5-ə vurmağımızı istəyir. Cavab da olacaq 14. Sonra CH4 və CO qazlarının qarışığına hansı qaza əlavə etdikdə qarışığın orta molyar kütləsi artar? Ümumiyyətlə, orta molyar kütlənin artması, azalması məşhur M-orta düsturuna əsasən çıxan bir nəticədir. Əslində, biz bu düsturu özümüz də tətbiq edərək bilə bilərik ki, əgər ki biz qaz qarışığına Mr-i böyük olan qazı əlavə etsək, o zaman bizim M ortamız, yəni orta molyar kütləmiz artacaq. Amma əgər kiçik olanı əlavə etsək, azalacaq. Bunu ümumiyyətlə bir qayda olaraq həmişə yadda saxlayırıq ki, əgər ağır əlavə ediriksə, orta molyar kütlə artır. CH4 və CO qaz qarışığını verib. M ortanı tapanda M1, N1 üstə gəlinsin M2, N2 bölünsün N1 üstə gəlin N2 düsturundan istifadə edirik. Və bunu da qısaca qayda kimi yadımıza saxlamışdıq. Ona görə indi buradan davam edək. CH4-ümüzün Mr-i 28, CO-nun isə yenə 28-dir. Yəni biz 28-dən daha ağır bir qaz götürməliyik. Məsələn, CH6 30-dur. 30-u rahatlıqla götürə bilərik. Sonra azot və dəm qazı qarışığını deyir. Azotda yenə 28, dəm qazında da nə qədər edir? 28. Hansı qazı əlavə etsək, qaz qarışığının orta molyar kütləsi azalacaq. Yəni 28-dən kiçik götürməliyik. Məsələn, NH3-ün
Molyar kütləsi 17-dir. 17-ni rahatlıqla götürə bilərik. Sonra X və Y qazlarının hər ikisinin helyuma görə nisbi sıxlığı 11-ə bərabərdir. Əgər helyuma böləndə 11 alınırsa, yəni 4-ə böləndə, onda bu qazlarımızın hər ikisinin də deməli emiri 44-ə bərabərdir. Bu qazların molyar kütlələri arasında münasibət demək onlar bir-birinə bərabərdir. Sonra 26. X və Y qazlarının maddə miqdarları bərabərdir. Bu qazların normal şəraitdə həcmləri arasında münasibət. Qazların ümumiyyətlə maddə miqdarları normal şəraitdə 1 molu 23,4-ə bərabərdir. Əgər ki biz tutaq ki 2 molunu normal şəraitdə qaz götürürüksə, 44,8, məsələn 3 molu nə bilim 67,2 və s. Yəni nəticə etibarilə əgər onların maddə miqdarları bərabərdirsə, belə çıxır ki, onların həcmləri də bərabərdir. Yəni cavabımız A bəndi olacaq. Sonra 27. Molekullar arasında cazibə qüvvəsi çox azdır. Qazlar üçün doğru olan ifadə. Bəli, çox azdır, düz deyir. Molekulların ölçüləri onların arasındakı məsafədən çox kiçikdir. Bəli, bu da doğru variantdır. Molekuldakı atomlar arasında yalnız polyar kovalent rabitə var. Bu yanlışdır. Molekullar arasında eyni zamanda qeyri-polyar kovalent rabitə də ola bilər. Məsələn, hidrogen molekulu, məsələn, xlor molekulu. Burada qeyri-polyar kovalent rabitələr var. Daha sonra 28. Molekulların ölçüləri onların arasındakı məsafədən çox kiçikdir. Bəli. Molekuldakı atomlar arasında yalnız polyar kovalent xeyr. Molekullar arasında cazibə qüvvəsi çox azdır. Bəli. 1 və 3. Gəldik 29. Normal şəraitdə 22,4 litr oksigen 22,4 litr hidrogendən neçə dəfə ağırdır. Həcmləri eyni olduğuna görə onları nəzərə almaya bilərik. Yazarıq ki, oksigen bölünsün hidrogen, yəni 32 bölünsün 2. O da olacaq 16. Tərkibində eyni mol sayda CH4, azot və CO2 olan qarışıqda CO2-nin kütlə payını hesablayın. Kütlə payının düsturundan istifadə edirik. Əgər ki bizdən nə istəyir? Karbon qazını istəyir. Mr karbon qazını bölürük ümumi maddələrin mr-nə. Yəni mr karbon qazı üstə gəlilsin mr metan qazı, üstə gəlilsin mr azot qazı. Və əgər ki bunların molları bərabərdirsə, mollarını nəzərə almaya bilərik. Deməli, mr CO2 bərabərdir 44-ə. 44-ü bölürük. 44 üstə gəl 16, üstə gəlinsin 28-ə. Bu da edəcək neçə? 88, yəni 44 bölünsün 88, vurulsun 100, bərabər olacaq 50%.